İndi isə satışın əməliyyatına baxaq. Satış etdiyi bir şeyləri sata bilmək üçün ya o bizdə var olmalıdır aktiv olaraq ki, biz onun üzərindən satış əməliyyatını apara bilək. Əgər xidmət satırıqsa da onu da sadəcə formalaşdırıb satışını etmək lazımdır. Birinci mən nümunə olaraq aldığımız mallar üzərindən və yaxud ki, xidmət üzərindən gedəcəm. Onun üçün bilməliyəm ki, məndə nələr mövcuddur, nələrim var mənim. Mal və xidmətlərin mədaxili bölümünə daxil oluram. Öz şirkətimizi seçirəm və baxıram 4 dənə fakturamız var. Bunun biri icarə ilə bağlıdır, digərləri mal alışlarıdır və xidmət alışı da var burada 104 manatlıq deyəsən. Baxın bu nədir? Bu da mal alışıdır, makaron almışıq. Digərində günə baxan yağ almışıq. Digərində isə şəkər tozu almışıq. Mən şəkər tozundan 5 adda satmaq istəyirəm. Yəni sırf şəkər tozunu satmaq istəyirəm. Bunun iki yolu var. Bir, mən satış bölümünə gəlib mal və xidmətlərin satışı seçə bilərəm, 4-cü əməliyyatı. Buradan açılan sənədim üçün yeni əlavə edərəm sənəd, satış komissiyası seçərəm və əməliyyatımı buradan doldura bilərəm və yaxud da seçmə qaydasında doldura bilərəm. Bu bir formatdır. Hələ bunu qeyd etməmişdən öncə gəlirəm yenə alış sənədlərim hanı mənim? Buradadır. X verim, təzədən göstərim ki, sizin üçün aydın olsun. Alış sənədlərindən ən gözəl yönü budur. Mal və xidmətlərin mədaxilini seçəndə, öz təşkilatlarımın sənədinə baxanda, deyək ki, mən bu 104 manatlıq mal nədirsə, ondan satmaq istəyirəm. 104 manatlıq mal bizdə makaronu idi. Həmin sətrin üzərində istədiyim xanasında vurub, sağ düyməni verdiyim zaman burada məndə əsasında deyə bir bölüm çıxır. Aşağıdan 4-cü. Onun üzəri ilə sağa keçirəm. Açılan paneldə mənə lazım olan sənədi əməliyyatı axtarıram. Tədqiqatçılara malları qaytaranda bunu verirəm. İdxal üzrə, bu mal üzrə əgər mən yük gömrük bəyannaməm varsa bunu seçirəm. Malların satışı haqqında komitetlə hesablaşmalıyamsa bunu seçirəm. Və bu cür baxıram. Malların və xidmətlərin təqdim edilməsi, yəni satılması var. O sənədi seçirəm. Avtomatik mənim satış sənədim açılır və içərisi doldurulmuş formada. Mən sadəcə kimə satacağımı müəyyənləşdirirəm. Kontragentlərimə birinci baxıram, yuxarıda tarixim doğrudur, ambarım yanlışdır. Ambarıma düzəliş verirəm. Dərnəgül ambarı. Kontragentim. Üst düyməmi vurdum. Öz müəssisəmə daxil oluram. Və satış elədiyim üçün qarşı tərəf mənim alıcım olmalıdır. Oradan baxıram. Kimlər var mənə mal sata biləcəyim? Şəkər tozu satacağım. Araz marketi seçirəm. Araz marketi seçən kimi Araz marketdən olan alqı-satqı müqaviləmdə çıxdı. Sənəddən əmin olmaq üçün yoxlaya bilərəm. Baxıram alıcı ilə seçmişəm. Nədir bu? Doqovura əlavə, bu lazım deyil. Malım buradadır. Nə satacaqdım? Makaron. Miqdarı məndə nə qədər var? 80 ədəd var. Mən bunun hamısını satmaq istəyirəmsə, sənədi bu formada saxlayıb satış qiymətimi tətbiq etməliyəm. Yox. Başqa satmaq istəyirəmsə ayrı. Buradakı rəqəmləri hardan əldə edəcəm? Satış müqaviləmin əlavə razılaşma protokolunda baxacam ki, gəlin burada məsəl üçün satışla bağlı əməliyyatlarımız var. Yaşlı rəngdə olan satışlarımdır. Mən makaronu neçədən satmışam? Deyək ki, 1.60-dan Zəfər Qidaya satacam. Amma mən burada 1.60-dan yox, 2 manatdan satmaq istəyirəm və 50 dənəsini satmaq istəyirəm. Gəlirəm, qiymətini 2 manat təyin edirəm. Məbləği 160 manat avtomatik formalaşdı. Və bəli, neçədən olsun? 50 dənə olsun demişdik, düzdürmü? 50 dənə dəyişirəm və görürsünüz, bunu sağa çəkdikcə məbləğ yeri qalıb, bunu belə quraşdırıblar da. Bu hissə gedir. Ona görə ƏDV məbləğinin üzərində vurandan sonra tabı bir-bir verdiyiniz zaman bir-bir xananı dəyişir. Buradan oxuyursunuz. Sol hesabı düşübdür, gəlir hesabı düşübdür, subkontur yeri isə boşdur. Vururam, heç birisində aktivləşmir, yəni ehtiyacım yoxdur.
Satış üzrə ƏDV-nin hesab nömrəsi var və yenə burada üzərlərindəki də vurub yoxlayıram görüm məndən bir şey tələb edirmi, etmir. Və vururam 701 nömrəli hesab mövcuddur və 701 subkonturlarında məndən bir şey tələb etmir. Yəni bu hissə əməliyyatım doludur. Və gəlirəm hesablaşmanın bayaqki kimi, alışda elədiyimiz kimi uçot hesabları bölməsinə. Mən satış etdiyimə görə artıq nə baş verəcək? 211 nömrəli debitor hesabımı seçəcəm. Malı satdığım üçün avans alma ehtimalım olduğuna görə 543 nömrəli avans hesabını seçəcəm. Və alt isə boş olaraq qalacaq. Yenə hesablaşma sənədi əgər varımdırsa əlavə edəcəm. Və digər şərtlər, vergisi, faktura falan artıq Azərbaycanda keçərli deyil, amma sistemdə qalıb. Hesablaşma sənədim də mövcuddur. Kərh yazmaq istəyirəmsə də əlavə edə bilərəm. Və qeyd et deyirəm. Sənədlər tam görünsün. Qeyd et deyirəm, ondan sonra OK deyirəm. OK dedim. 104 manatlıq bir satışım mövcuddur. 104 manatlıq satışımın dövrəyə qalıq cədvəlinə baxıram. Ora getdi bu. Mal alışındayım, üzr istəyirəm. Mənə bağlayım. Mallarımın satış sənədlərinə baxacam. Mal və xidmətlərin satışı varmı burada bizim şirkətin adı? Bəli. Nədir? Araz Market. Debit kreditinə baxıram. Nə verib mənim üçün? 211.601 100 manatlıq satış və satışımın maya dəyəri olaraq nə qədər silib? 50 manat. Mən gəlirəm sənədlərimdə hələ buradan yoxlamayaq bircə dəqiqə. Elə bilesin özündən yoxlayaq. 50 manat maya dəyərinə silib. Mən bunu yoxlamaq istəyirəm. Onun üçün gəlməliyəm hara? Hesabatlar, dövrəyə balans cədvəli deyirəm. Və 205 nömrəli malların hesab qalıq üzrə dövrəyə qalıq cədvəlinə baxıram. Baxın, 50 manat məndə artıq Dərnəgül ambarında silinməyə düşdü. Nəyin qarşılığında? Makaronun. Makaronumun alışına baxım. Alışı deyil bu, bircə dəqiqə. Qruplaşdıraq. Bəli, Dərnəgül ambarının məhsullarına baxaq. Dövr ərzində daxil olubdur 104 ədəd. Qiymət, yəni məbləğ 80 manat. Silinibdir 50 ədəd. Qalıbdır 30 ədəd. Amma qalığın rəqəmi yenə 104 manat görünür. Yəni silinməmin dəyəri görünmür. Sizcə niyə? Baxın. Silinmədə dəyər yoxdur. Ona görə satışın sənədinə daxil oluram. Məbləğdə 100 manatım mövcuddur. Miqdarda 100 manatım mövcuddur. 100 var. 205'i seçmişik. ƏDV məbləğinə ehtiyacım yoxdur. Məbləğ əslində 100 manat var. Bu nə üçün belə verdi bəs bizə? Dərnəgüldə malımız yox idi mi ki bizim? Biz malı alanda hansı ambara vermişik? Dərnəgülün girişində var axı makro. Buradan baxım. Əsas ambarda yoxdur axı burada. Əsas ambar için almamış. Var. Malın özü əsasa düşür. Bircə dəqiqə. Bəli, əsas ambardır. Artıq əsas ambar varmı? Xeyr, yoxdur. Karon. Miqdarı var amma dəyəri silinmir. Silinmədə dəyəri getmir. Gəlin bunu başqa təyinatdan silək görək alınacaqmı? Nomenklaturamdan DMA ərzaq malları, makaron, miqdar 50 ədəd, 50 yazmıram, 10 ədəd yazacağım yoxlamaq üçün.
Qiyməti 2 manat, satış qiyməti 20 manatlıq olsun. Aha, indi yazır ərzaq malları. Malların təqdim edilməsindən gəlir. 521 subkonturu vergi ödənilir. Baxın, indi artıq başqa cürə çıxır. Mal dəyişəndən sonra. 701 ərzaq malları. İndi silə bilər. Burada baxıram, dəyişikliyim yoxdur. Əməliyyatım yerində. Qeyd et. Sən də boş veririk. Və okey. Aha. Artıq gəldik həmin satış əməliyyatımıza. Yoxlayaq. Makaronun artıq dəyəri sildi. 10 ədəd 13 manatdan sildi. Çünki 104 manatı 80-ə böləndə nə qədər düşəcək burada? 1.30 idi. 1.30-dursa, bəli, o zaman doğru əməliyyat edir və qalığım da doğrudur. Görürsünüz, malları qeyd etdiyiniz zaman ambarın adı ilə yanlış olsa, əməliyyat yenə qızarır, səhv verir. Miqdar olaraq silsə belə, dəyər olaraq doğru göstərmir, yəni doğru maya dəyər silinmir. Burada silinən şey ambarımın maya dəyər bölümüdür. Yenə baxıram, artıq 13 manat düşübdür və satış qiymətimdə 20 manat, miqdar da 10 manat görünür. 701-ə sildiyim şey nədir? Ərzaq mallarımdır. Alacağım Araz marketdəndir və dövrəyə qalx cədvəlinə tərtib et verib axtaracaq. Mallarımda 13 manatlıq azalma var. 587 manat daxil eləmişdim. 13 manat satılıbdır, yəni kreditim də var, silinib. 574 manatlıq ambar qalığım var. Debitorumda 20 manat alacağım var. Alacaqlarıma baxam. Bəli, Araz marketli satış müqaviləsindən olubdur. Və bu da malların satış sənətidir. İstədiyim zaman sənətinə vurub müxabirləşmələrimi ağırlıqda da görə bilərəm və sənətin üzrə də daxil ola bilərəm. Başqa hansı əməliyyatım olub? 600 birimdə artım olmalıdır. 20 manat gəlirim də artıb və 701-də də 13 manat satışımın maya dəyəri artıb. Artıq mənfəət zərərimi hesablayanda mənim 600 birimdə 20 manat, buradan baxaq. Kreditində 701-in debitində də 13 manat var. 20 manat minus 13 manat, 7 manat artıq əgər bağlasam mənfəətliliyə çıxmış olaraq. Deyək ki, bir dənə də əməliyyat edək bundan bağlı, hər şeyi bağlamışıq. Taxım. Adapter hələ də səndədir, tamam. Zəhmət olmasa sönmə ehtimalı var. Satış əməliyyatı vururam yenə. Malların və xidmətlərin satışı deyirəm. Öz müəssisəmi əlavə edəcəm. Görünsün, tamam. Və yeni sənəd əlavə edirəm. Satış komissiyası deyə. Artıq standart qayda ilə gedirəm. Deyək ki, heç əlavə et bilmirəm. Sadəcə prosesi bilirəm. Kimə məhsul satacamsa, onu seçəcəm. Bravoya məhsul satacam. Bravo'nun müqaviləsi çıxdı. Hansı ambardan verəcəm? Dərnəcül ambarından. Təşəkkür edirəm. Dərnəcül ambarı seçdim. Mal satıram, əlavə etdim. Malımın adını bu səfər seçməklə gətirək. Demə, ərzaq malları. Nə sataq? 15 ədəd günə baxan yağı var. Makarondan 70 ədəd qalıb. Şəkər tozu 8 ədəd var. Deyək ki, şəkər tozu sataq. 8 ədəd şəkər tozu varsa 5-ini satıram. Qiyməti neçədən olsun? Şəkər tozumuzun qiyməti neçəyə idi? Birinci partiyadan baxaq da, yəni. İlkindən almışdıq. 36 manat almışdıq kisəsini. 58 manatı da sataq. 58 azeyini də sataq. Tamam, 5 ədəd 58 manatdan 290 manat. Sot qiyməti 601 ərizə mövcuddur. Malların təqdim edilməsi vergi ödənilib.
Vəssalam. Hesablaşmanın çotu yine 211. 543. Qalsın. Başqa nəyim var mənim burada? Baxın, burada məndə 2 sənəd göstərir. Görürsünüz? Birinci sətr boşdur. Açanda səhvən 2 dənə açmışam. Birinci sətr qalsın, mənim əməliyyatım getməyəcək. Boş qalsın. Ona görə onu silməm lazım. Baxıram, ərzaqın altında nə var burada? Vəssalam. Qeyd et. Okey. İkinci sənətimi də satdım. Artıq hara satmışam? Bravoya satmışam. Müxabirləşməsinə baxıram. 5 ədəd mal 180 manatdan silibdir. 701'ə ərzaq malları. Bravodur, sənəti mövcuddur. Satışın da sənəti mövcuddur. Yine dövriyə qalıq cədvəlindən baxacağım. Birinci 701'imə baxacağım. İkinci rəqəmlər nə silinib, nə silinməyib deyə. Baxıram 193 manat ərzaq malı satılıb. Cəmi silinməzsə bu var. Başqa xərcləri silsəm, onlar da bu formada düşəcəklər bura. Yəni 701'də hansı adlandısa, nəyə? Satış qiyməti. Satış qiyməti əgər yox, xərclər niyə qiymət qoyursan ki? Maliyyə dəyərinə də özü silirdi avtomatik FIFO ilə biz müəssisəni açarkən təyin etmədik. O növbəti dərsinizdir. Doprasxod deyilir, əlavə xərcin daxil edilməsi. O başqa prosesdir. Əlbəttə. Ha? Nəyi? 2 manat satış elədi. 2 manat eləmədi. 1.30'dan elə. 1.30 elədi, yox. 1.30'dan hə, 1.30'dan sildi dəyərini ambardan. 104'ü böl neçə almışdıqsa o qiymət idi də, yəni o qiyməti almışdıq. Uçot qiymətimiz o idi. Uçotu hansı qiymətdən almışdıqsa, həmin partiyatıdır. Yox, satışa baxmırdıq. Biz o siz gördüyünüz 1.30 qiyməti mallar hesabındaydı. Malın öz qiymətidir, girdi çıxdı deyə. Həmin dəyəri göstərir. Satış hesabatına baxanda qoyduğumuz rəqəmdən, satış hansı rəqəmi qoymuşuqsa, o rəqəmdən göstərir. Yox, elə bu sizlərin çalışmasıydı. Eləmişdiniz maliyyə dəyərinin silinməsində. Sənədlər hazırlamışdı ona. Odunuz. Aidiyyat sənədlərini də hazırlamışdı. Müqavilələri, protokolları. Mən bunu sizə niyə atmışdım ki bəs? Niyə işləyirdik ki? Bəli. Yox, burada işləmədi. Sən hazırlamışdın sadəcə. Atmışdın da. Atmışdın bilmirəm. Amma hazırlamışdın, göstərdim mənə. Ki, bunlara baxmanı istəyirəm. 2-3 gündə arxa-arxaya gözlətdin hətta. Baxın, ərzaq malları olaraq 601'də satışımı görürəm ərzaq mallarını. Amma hansı olduğunu bilmək üçün sənədə daxil ola bilirəm. Yəni neçə partiyada olduğu. Araz və Bravo satış eləmişəm, ayrılıqda göstərir və qalıq olaraq da hesablayır. Gəlin sizə dövriyə qalıq cədvəlinin də temasını izah edeyim. Baxın, hesab kartları var, hansı ki girdiyimiz. Hesab kartlarında əməliyyatlar tarix ardıcıllığı ilə gedir. Bu bölümdə əməliyyatınızın sənədinin adını görürsünüz. Mal və xidmətlərin təqdim edilməsi. Bu da sənədinizin nömrəsi və saatı işlənmə saatı. Bu isə də isə kimə satmısan, hansı müqavilə ilə, hansı sənəd nömrəsi ilə, satdığın şey nədir, əməliyyat nədir? Onları görürsən, müxabirləşməni görürsən, birinci əməliyyat 20 manat, cari saldo nə qədər oldu? 20 manat. Nədə? Kreditdə. Baxın, burada K var, K 20 manat. Növbəti əməliyyatı elədim, nə oldu bəs? K 310 manat oldu. Səbəb 20 manat, üstə gəlir 290 manat. Eyni əməliyyatda axı. Hansı əməliyyata baxıram? 601'ə. Görürsünüz 601'ə ancaq kreditdə. Deməli artıbdır. 310 manat qalıq olaraq gedir və sonda nə göstərir? Debitdə əməliyyatım yoxdur, kreditdə var. Kredit minus debit deyib, kreditdə yazır 310 manat. Son əməliyyatımız bu formada gedir. Bu da satışın əməliyyatıdır.
Xidmət satışı da eyni bir proseslə gedəcək, amma hələ ki xidmət satışı fikrimizdə formalaşdırmadığımız üçün etmirik. Bu da satışımızın əməliyyatıdır. Yine dediyim kimi silirəm hər bir şeyi, satış əməliyyatını üst paneldən satışlardan mal və xidmətlərin satışı deyib seçə bilirik və yaxud da ki aldığımız malı biliriksə, yəni ki 5 dənə mal almışıq, 5-ini də satırıq. Həmin sənətə gəlirik. Aldığımız mal hər hansıdırsa artır. Həmin malı sətrini seçib 195 manatlıq üzərində sağ düymə ilə əsasında deyib malların və xidmətlərin təqdim edilməsi deyib malı komple şəkildə sata bilərik. Yəni həmin malı rekvizitlərini hara satmaq istəyirsə ora. Amma seçmə yerindən əlavə eləmək daha məqsədə uyğundur. Satışın elektron qaymələrində və yaxud təhvil təslim vaxtında şərh bölümünə girə bilərsiniz. Yəni əgər deyək ki, ABC-yə biz 3 dənə mal almışıq, 3 dənə ayrı-ayrı faktura və yaxud da sənəd deməkdir. Seçmək üçün şərtə yaza bilərsiniz və yaxud da satış sənədlərindən girdiyimiz zaman hara getdi. Satış sənədlərində də həmçinin 2 dənə satışımız var şirkətdən, amma fakturalarını və şərtini qeyd eləməmişik. Sadəcə Araz Market və Bravo olduğunu bilirik. Bugünlük bu qədər.